Son zamanlar viral olan bu dönəri mən də hazırladım. Sosial şəbəkələrdə hara baxırdım, sırf bu dönərin resepti çıxırdı qarşıma və mənə də çox maraqlı gəlirdi. Hazırlanması üçün 3 ədəd soğanı blenderdən keçirdim. Üzərinə yarım kiloqram dana əti, yəni qiyməsi əlavə etdim. 2 qaşıq qatıq və bol ədva əlavə etdim. Mən duz, istiot, paprika və sarı kök də əlavə etdim. Üzərinə biraz da zeytun yağı əlavə edib blenderdən yaxşı hamısını bir yerdə keçirdim. Daha sonra isə 5 ədəd belə kündə şəklində ətləri hazırladım. Videoda göründüyü kimi yağlı kağızın üzərinə əlavə edib bu şəkildə oxluqla yaydım və daha sonra isə bu şəkildə qatladım. Məndə 5 ədəd alındı və soba listinə əlavə edib 250 dərəcədə sobada bişirdim və bişirdikdə sobanı açıb baxın, çünki su buraxır, suyunu süzmək lazımdır. Mən bir dəfə demək olar bütün suyunu süzdüm və hazırlanması da elə 30 dəqiqəyə demək olar başa gəldi və yanına kartof da qızartdım. İnandırım sizi, mən bu dönərin dadına türklər demişkən bayıldım. O qədər ləzzətli alındı. Ət pambıq kimi yumuşaq doğrudan, yəni tərifləyirdilər və tərifə layiq dönərdir və lavaşın da üzərinə belə ketçap, mayonez və dönər ətini əlavə etdim. Üzərinə göyərti, xiyar, pomidor, soğanı da əlavə edib dönər forması verib tosterda 3-4 dəqiqə gözlətdikdən sonra kartofla bir yerdə servis etdim. Uşaqlar dadını o qədər bəyəndi. Hərəsi demək olar 2 ədəd dönər yedi. Yəni bir sözlə möhtəşəm bir dönərdir. Əgər sizlər də mənim kimi indiyənə qədər sınamamısınızsa, mütləq bu dönərdən hazırlayıb dadına baxın. Hazırlayacaq olan hər kəsə nuş olsun.